Yadınıza gəlirsə, bundan əvvəlki videomda söz vermişdik ki, sizə Şarsman dedim. Onda biraz problemlər yarandı. Amma mən söz verdiyim kimi may ayı içərisində onu gerçəkləşdirəcəm. Ona görə də səhv. Yok, erkeklerden sıkıntı yok orada. Siyahda da Tarihi metronun arkasına gelebilirsin. Azərbaycan şəhərlərindən biridir. Yəni burada Bakı sadəcə bu şəhərdən ibarət. Bazıları oldu Sizə ya. indi Dağlar taparız. Sərşəhərdə bir çox yerlər göstərəcəm. Evet. İndi mən sizi Sərşəhər Şirvanşahlar Muzeyinə aparacağım. Getdik, orada görüşərik. Deməli dostlar, indi biz muzeyin içindəyik. Muzeydə çox tarixi əsər var. Sizə bacardığım qədər, bacardığımdan artıq hamısını göstərməyə çalışacağım. Yavaş-yavaş başlayalım. 40 açacağım. Gələnçində tarixi nümunələr var. Azərbaycan mədəniyyətində Şirvanşahlar Muzeyi təxminən bizim İran, yəni 12-ci əsrdə Şamaxıda zəlzələdən sonra Bakının paytaxtda Şirvanşahlar dövlətin paytaxtının çevrilməsindən sonra yaranır. Bu mədəniyyət nümunələrdir ki, təxminən 2-ci əsrdə yavaş-yavaş ortaya çıxarılır. Bakı şəhərimiz qədim bir şəhərdir. Qədim olmasıyla da ki, Şirvanşahlar dövlətinin paytaxtının çevrilməsi çox yüksək idi. O dövrdə Azərbaycan ticarəti, dəniz ticarəti Bakı şəhərində idi. Bu sinə 2 camdır. Sini bizim xalq dilində polisdir. Yəni bu 2008-ci əsr birinci cızma ilə yaradılıb. Aftafat müəyyən dəstəsi 19-cu əsrdə Şirvanlılara aiddir. Misdən yaradılıb. Yəni görünüşündən də gördüyünüzə görə. Su qabı 20-ci əsrdə Şirvanda tapılıb. Bəzək üçün istifadə edilir. Bu da bir su qabı növüdür. Bu sarayda istifadə edilmişdir. Deməli, Şirvanşahlar dövləti mədəniyyəti ilə Azərbaycan tarixində demək olar ki, Şirvanşahlar dövləti Azərbaycan tarixində ən uzun sürə hökmranlıqda qalmış dövlətdir. Bizim 9-cu əsrdən 16-cı əsrə qədər mövcud olmuşdur. Bu da ki, Azərbaycanın ən uzun sürə hakimiyyətdə qalmış dövlət olaraq tarixə keçmişdir. Şirvanşahlar dövlətinin incəsənət nümunələrdir. Toxçuluqda nə qədər peşəkar olduğunu Azərbaycanlı xanımların burada görmək olar. Burada taxtın özünü göstərməsələr də miniatür necə Şirvanşahın taxtını göstərir. Burada isə Şirvanşahın rəsmləridir. Bu Şirvanşah birinci İbrahim rəsmidir. Orada da öz möhrü görsənir. Bura Şirvanşah birinci xanım rəsmidir burada. Bu da miniatür bir rəsmdir. Möhür gördüyünüz kimi rəsmin üzərində. Bu isə Bakının qədim dəniz
Burada Şirvanşahların, xanların bəzi əşyaları. Ondan sonra boyun bağı, qol bağı. Eynilə burada da boyun bağı və qol bağı. Burada üzük və boyun bağı. Burada kəmər. Gəlin xanım bəy. Şimdiden bilinir xanım və bəy oxşadı. Məncə bəylərə aiddir bu. Bundan sonra burada Şirvanşahların gəlin sınavları. Bu isə su dəstəsi deyəsən. Bundan sonra burada da atın yəhəri, ata istifadə olunan əşyalar göstərilir. Burada ise Erdoğan Azerbaycan Kur'an'ın göstərilir. Burada Kur'an'ın məncə Azerbaycan dilində, Türk dilində tərcümə olmuş ən qədim versiyasıdır. Vəhy yolu ilə Məhəmməd Peyğəmbər bildirilmiş Kur'an Türk dilində tərcümə olunmuşdur. Burada ise şehrin tapılmamışdan qabaqçı hallardır. Şehrin tapılmamışdan qabaq bu vəziyyətdəymiş. Gördüyünüz üzrə. Şəhər bir çox yad evli basqınları görür. Bu Hindistanlı bir padişahın yaratdığı baxdığım qədərilə bir məbəddir. Zərdüştü məbəddir. Burada isə gəlib musiqi alətləri göstərilir. Bu ən qədim sazın bir qrupdur. Bu isə santur adlanan bir musiqi alətdir. Bu isə qavaldır. Bu hamımız yaxşı bilirik ki, bu qavalı indi də sənətkarlarımız, xanəndələrimiz əllərində muğam oxuyarkən istifadə edirlər. Burada isə gəlin məncə bu gitaranın bir növüdür, ən qədim növü. Uddur, qədim şərq musiqi alətdir. Bu da bir gördüyünüz santurdur. Bu da qədim musiqi alətdir. Bu isə çəkdir. Yəni ki, tarix filmlərdən gördüyümüz qədər hökümdarlar sarayda musiqi şənliklər keçirilən zaman bundan çox geniş istifadə olunur. Burada ise İçerişehir maketi hazırlanır. Burada ise İçerişehir geniş maketi hazırlanır. 2015 yıl İçerişehir son vəziyyətiyle hazırlanır. Bakıya girən zaman bir dərvişdən soruşur ki, mən hansı qapıdan girəcəm? O isə deyir ki,
Muratpaşa elə bir qapıda girəcək ki, uşaqlar bizə deyəcək, hafız. Deməli dostlar, bir İçərişəhər maketini sizə göstərəcəm. Bura İçərişəhər var. Bura Şirvanşahlar sarıdır. Şirvanşahlar İçərişəhər ilində 5 qapılar. Ətrafda bunlardan ən çox tanınan Muratpaşa qapısı və Qoşaqala qapısıdır. Bunların isə səbəbi biri Muratpaşa qapısı deyək. Muratpaşa qapısı Muratpaşa başını alanda bir dənə dərviş Qala qapının qarşısında küçük qapının onda daşı var idi. Bundan sonra isə Muratpaşa deyir ki, mən hansı qapıdan keçəcəm? Dərviş isə bir kağıza bir məsələni Muratpaşanın əlinə verir. Bunu görən Muratpaşa oxuyur və deyir, bu dərviş yazıb ki, bura elə bil Muratpaşa elə bir yerdən keçəcək ki, o yerdən heç qapı olmuyor. Bundan sonra Muratpaşa qapısını yaradır və oradan Bakıya daxil olur. İkincisi isə bu, Qoşaqala qapıları. Bunun nədəni isə tam burada Çar ordusunun dayanması. Çar ordusu burada dayanır və Siyano Bakı xanına Haçarı, Hüseynqulu xanın Haçarı təqdim edir. Hüseynqulu xan isə xalqın qırılmaması üçün Haçarı, Bakı Haçarı Siyano'ya vermək istəyir. Siyano bunlar kibirlənərək deyir ki, Haçarı sən öz günlərini yanına getirməlisən. Bundan sonra çölə çıxır Hüseynqulu xan. Bununla da çölə çıxdığını görüb Hüseyin Qudayca şübhələnir. Deyir ki, diz üstə getirməlisən Haçarlarla. Diz üstə getirməlisən dedikdən sonra isə 1-2 addım təxminən buralar kimi gəlib, ondan sonra tapancasını çıxardıb Siyanovun alnının ortasından gülləni alır və qayıdıb Hüseynqulu xanın ordusu Çar ordusuna hücum eləyir. Bundan sonra Siyanovun ölüsünün yanına yaxınlaşaraq həmin o tarixi keçən bu sözlər deyir. Səndən Gəncəli zavatlarında, Gəncənin də digər şəhərlərində qisasını alır. Yəni, deməli dostlar, bu bölümdən sonuna gəldik. İçərişəhər blogunun 2-ci bölümü təxminən iyun ayında.